bu vaxta qədər keçirilən etiraz aksiyalarının heç bir müsbət nəticəsi olmayıb. Hər dəfə bizə vədlər verilib. Bu proses 2012-ci ilin aprel ayından başlayıb. Hər dəfə bizə vədlər verilir ki, 1 aya, 2 aya, 3 aya problemlər həll olunacaq. Biz sizə olan borcumuzu qaytaracağıq. Sonuncu dəfə bizim aksiyamız noyabrın axırlarında oldu. Siz özünüz də gördünüz ki, növbəti dəfə bizə vədlər verildi. Yəni bu birinci aksiya deyil. Biz də onu qeyd elədik ki, birinci aksiya deyil. Yəni mən neçə dəfə telefon vasitəsilə mənlə əlaqə saxlayıb, bilirsiniz ki, məhkəmənin qərarı var, gedib məhkəmənin qərarını görsədim. Hər dəfə bizə 2012-ci ilin aprel ayından. 2012-ci ilin aprel ayından proses gedir. 3 aydan sonra düzələcək, kredit götürəcəyik, nə bilim, hökumət hansısa qərarı verəcək, hökumət hansısa addım atacaq. Bütün bunların başlıca nəticəsi o olub ki, Azadlıq qəzetinə borc 70 minə çıxıb. Və indi də Mir Kazım müəllim 60 min manat borc. 60 yox 70 dekabr ayı yanvarda özü bitir. Bundan beri də 70-80 Sizin hesab ola bilər, ancaq yox, hesab deyəndə ki, bu satılıb da. Biz dəqiq bilirik ki, yəni hər ay burada nə qədər qəzet satılır. Təxmini bizim məlumatımız var. Ona görə yəni bir problem deyil onu hesablamaq. Onu bizim uşaqlara nə deyək? Bu maaş almaq. Mən deyirəm də burada mən sizə nə deyirəm? Yox, bunlara nə deyək indi biz? Bax, nə deyək? Mən dedim, yak verəməli ki, dayandırılsın. Dayandırılsın kimə? Metronun rəhbəri Tağı Əhmədova bir də şey verilməz. Əgər yazılsaydı ki, qəzet sahibinə verir. Kazım müəllim, hüquqşünas sözü verin, bir dəqiqə gedək icra şöbəsində araşdıralım. Bizim məhkəmə bizə ümumiyyətlə qərar verməyib. Məhkəmə icra şöbəsi verir. Hətta gedək görsədim. İcra şöbəsi verir. Bu məktub icra şöbəsinindir. Yasamal rayon icra şöbəsidir. Yasamal rayon məhkəməsinin qərarı məndə stolda. İcra şöbəsi icra eləyir. O da deyir, mən qoymuşum hesaba həbsi, mən də götürdüm. İcra şöbəsi bu işləri məni verin məhkəmə. Sonra onda deyil vermir. Bunun həlli yolu nədir? Müəllim, həlli yolunu mən dedim. Özləri də yaxşı bilir. Məhkəmə nə qədər qərarını dəyişdirməyib. Məhkəmə çünki birinci deyil, bir neçə qəzetdə bir mübahisənin məsələ olur. Görürsən, deyir ki, dayandırın, məhkəmədən nədir, qərar verir, gəlir ki, filan dayandırın, qəzetin pulunu köçürünü öz yələr. Orada da yazır ki, Yasamal rayon məhkəməsinin depozit hesabına keçir.